var. Bu gün biz baxacağıq çevrə mövzusunun izahına. Çevrə mövzusunun izahına keçməmişdən qabaq onu deyim ki, çevrə məsələlərini yaxşı həll etmək üçün əsas üçbucaq mövzularını ümumi şəkildə təkrar etməyiniz vacibdir. Burada çevrə mövzusunda demək tərifini desək, müstəvi üzərində verilmiş nöqtədən bərabər məsafədə yerləşən nöqtələr çoxluğuna çevrə deyilir. Yəni çevrənin radiusu, yəni hər bir çevrədə radiusu və mərkəzi nöqtəni qeyd edirik və ümumiyyətlə diametrdə radiusun 2 mislinə bərabər şəkildə götürülür. Ümumiyyətlə çevrədə elementlər onun diametr mərkəzdən keçir də, təbii ki, mərkəzdən keçən vətər də adlandırırıq biz diametri. Diametri, vətəri, toxunanı, kəsəni anlayışları haqqında ümumi məlumat aldıqdan sonra artıq biz keçirik çevrənin münasibətlərinin bucaqları haqqında məlumat almağa. Və çevrədə hər hansı, məsələn, deyək ki, biz bunun çəkdik. İndi isə baxaq bunun vətər anlayışına. Çevrənin məsələn vətərini desək, məsələn AB vətəri, mərkəzdən keçən vətər diametr adlanır. Çevrədə toxunan çəkmək olar. Toxunan eyni zamanda baxın buradan müəyyən bir nöqtədən çevrəyə toxunan çəkirəm. Bu oldu, məsələn, CD toxunan çəkdim. Kəsəndə çəkə bilərəm çevrəyə. Çevrəni hər hansı bir iki nöqtədə kəssin. Məsələn, A, C, demək, D, B, bunlar kəsənlər kimi qeyd edirəm. Ümumiyyətlə, çevrədə bucaq anlayışları, mərkəzi bucaq. Ümumiyyətlə, bilir ki, tam çevrə 360 dərəcəyə bərabərdir. Və 360 dərəcəyə bərabərdir. Yəni, məsələn, çevrədə baxın, 2 radiusun əmələ gətirdiyi qövs kimi düşünsək, bura olacaq alfa. Demək, mərkəzi bucaq elə söykəndiyi qövsə bərabərdir. Amma desək ki, burada, məsələn, daxilə çəkilmiş bucaq isə, məsələn, bura alfadırsa, daxilə çəkilmiş bucaq alfa bölünsün 2. Yəni, daxilə çəkilmiş bucaq isə söykəndiyi qövsün yarısına bərabərdir. Çevrələr haqqında deyə bilərik ki, məsələn, konsentrik çevrələri tanıyırıq, bir-birinə toxunan çevrələr, onların radiusları haqqında ümumi şəkildə fikir bildirmiş olsaq, məsələn, konsentrik çevrələr, tutaq ki, iç-içə yerləşən çevrələrdir. Konsentrik çevrələrdə, məsələn, radiusları, bunlar arasındakı, məsələn, məsafəni tapmaq istəyirəmsə, əgər bura qədər olan məsafə, o ki, məsələn, o birisinin radiusu isə O1 şəklində qeyd eləmiş olsaq, bir-birinə bu arada qalan halqanın qalınlığını tapmaq istəsək, əgər bu böyük radius ümumi radiusdur, balaca radius da bu R olsun. Onda x-i tapmaq istəsək, əgər demək, böyük radiusdan balaca radiusu çıxırıq. Yox, əgər çevrələr bir-birlərinə toxunan olsalar xaricdən, məsələn, böyük çevrə, balaca çevrə bir-birlərinə toxunur və radiusları balaca R və yaxud da böyük yer şəklində yazsaq, onda bu məsafəni ümumi şəkildə hesablamış olsaq, D bərabərdir, R üstə gəlinsin, R şəklində biz yaza bilərik. Eyni zamanda çevrələr daxildən də toxuna bilər. Çevrədə bucaqlar haqqında deyirik ki, daxilə çəkilmiş və xaricə çəkilmiş bucaqlar haqqında deyə bilərik. Eyni qövsə söykənən bucaqlar bir-birlərinə bərabərdirlər. Bunu da deyə bilərik və eyni zamanda deyə bilərik ki, diametrə söykənən bucaq 90 dərəcəyə bərabərdir. Diametrə söykənən bucaq çevrədə 90 dərəcə bərabər. Çünki daxilə çəkilmiş bucaq hesab edilir. Daxilə çəkilmiş bucaq isə söykəndiyi qövsün yarısına bərabər olduğuna görə deyə bilərik ki, onlar 180-in yarısına bərabər olacaqdır. Sonra baxacağıq burada biz, demək, çevrələrdə kəskin iki vətərlər arasındakı bucağın hesablanmasına, sonra iki kəsən arasında qalan bucağın hesablanmasına, toxunanla kəsən arasındakı qalan bucağın hesablanmasına və o toxunanların bərabərliyinə. İndi gəl baxaq ki, burada tutaq ki, çevrə çəkirəm və çevrədə daxilində vətərləri kəsişdirirəm və alfa, deyək ki, bura məsələn x desəm mən, bura alfa, bura beta olsa, indi x bərabərdir. Alfa üstə gəlsin beta bölünsün 2 şəklində yaza bilərik. 9-cu sinifdə tədris edirik bunu. Yəni D, A, M və yaxud da bura yazaq
SB. Vəssalam, bu bucağı əgər tapmış olsa X bucağını, alfa ilə, bura biz beta desək, alfa ilə betanın cəminin yarısı və içəridə alınan bucaqlar qarşılıqlı bucaqlar olduğuna görə bu bucaqları da tapa bilərik. İki kəsən arasındakı, məsələn, bucaqların arasında qalan bucağı tapmaq üçün, tutaq ki, gəlin baxaq, belə yazsaq, şəkiləcəksək, iki kəsən arasındakı olan bucaqdır bu. A, alfa ilə götürsək, B, C, sonra D və Y. D və Y, məsələn, bura M, bura N olarsa, alfanı tapmaq üçün M-dən çıxıram. Belə deyək də, CM qövsü deyək. CMY-dən, bura Y desək, CMY-dən qövsündən çıxıram. Hansı qövsü? BND qövsünü bölürəm 2-yə. Bu oldu artıq iki kəsən arasındakı bucağın tapılması. Toxunanlarla kəsənlər arasında da eyni zamanda bunu tətbiq eləyə bilərik. Və deyirik ki, məsələn, toxunanların arasındakı məsafələr bərabərdir. Məsələn, toxunan çəkirəm. Bu məsafələr bərabərdir. Bunu bərabər yanlı üç bucaqdan da isbat edib göstərmək olar. Bu məsafələr bir-birlərinə bərabərdir. Çevrəyə çəkilmiş toxunan arasındakı məsafələr bərabər. Adlandırmış olsa A, B, bunu biraz da uzatmış ola bilərik. Bunu da biraz uzatmış ola bilərik. CM. Yəni, onlar bir-birlərinə, toxunan arasında qalan məsafələr bir-birlərinə bərabərdirlər. Toxunan eyni zamanda toxunma nöqtəsində radiusa perpendikulyardır xassəsində deyə bilərik buradan. Məsələn, toxunma nöqtəsində radiusa perpendikulyar, yəni 90 dərəcə bucaq əmələ gətirir. Bunu da buradan belə birləşdirib və müəyyən məsələlərin həllində bu bizim üçün kömək olur. Paralel vətərlər arasında qalan qövslər də bərabərdirlər. Bunu da şəkil üstündə göstərək. Tutaq ki, paralel vətərlərdir. Gündən baxaq. Paralel vətərlər arasında qövslər bərabərdir. Yəni, nə deməkdir? Bu B, A, C, D, M, N. Yəni, bu məsafələr bir-birlərinə bərabərdir. Bir mərkəz nöqtəmizi qeyd eləsək, vətərin mərkəzindən də keçən vətər diametri adlanır. Yəni, burada AMB ilə CND bir-birlərinə bərabərdir. Qövslər olar. Paralel vətərlər arasında qaldığına görə. Vətərə perpendikulyar olan diametr onu yarıya bölür. Vətərə perpendikulyar olan diametr onu yarıya bölür. Bunu da göstərə bilərik biz. Vətərə perpendikulyar olan diametr A, B, C, D vətərə perpendikulyar olub. Mərkəzi isbatını da mərkəzdən çevrəni qeyd eləsək, yəni bərabər yanlı üç bucaq olduğuna görə, yalnız bərabər yanlı üç bucaqda demək, həm vətəri perpendikulyardır, həm də onu yarı bölmək ancaq bərabər yanlı üç bucaq üçün ödənilir. Çünki median tənbələ hündürlüyü üst-üstə düşür. Bunu deyə bilərik çevrələr üçün. Çevrədə metrik münasibətlərə baxaq. Toxunanların bərabərliyini dedik. Gəlin baxaq, metrik münasibətlər nədir? Məsələn, biz aşağı siniflərdən də bəli bizə məlumdur ki, əgər biz məsələn çevrə çəksəm A, B, C, D. Demək, burada C, D, A, B. Təbii ki, A-nı vuranda B-yə bərabər olur, C-ni vuranda D-yə. Bu məsafələrin hasilləri bir-birlərinə bərabərdir. Qeyd, əgər bu vətərlər perpendikulyar olarsa, yəni AB perpendikulyar olarsa CD-yə, o zaman A kvadrat üstəgənsin, B kvadrat üstəgənsin, C kvadrat üstəgənsin, D kvadratı bərabərdir 4R kvadratı düsturunu qeyd eləyə bilərik. Sonra, demək, nəyi qeyd eləyə bilərik burada? Məsələn, iki kəsənin münasibətini qeyd eləyə bilərik burada. Məsələn, A, B, C, D yazsaq, A-nı vursaq,
A plus B-yə bərabərdir C-ni vurursan C plus D-yə bu bərabərliklər ödənilir iki kəsən arasındakı. Sonra toxunan və kəsən arasındakı münasibətlər. Demək, A-nın kvadratı bərabərdir B vuraq B plus C şəklində biz bunu yaza bilərik. Toxunan və kəsən arasındakı münasibətləri. Və sonra çevrələr haqqında onların daxilinə və xaricinə çəkilmiş, eyni zamanda çevrənin uzunluğu, sahəsi ilə, dairənin sahəsi ilə bağlı məsələlərə burada toxunacağıq. Məsələn, deyirəm ki, çevrədə məsələ həlli üçün bizə vacib olan vətərlərə qədər olan məsafələr, bax, bərabər vətərlərə qədər olan məsafələr də bərabərdirlər. Baxın, burada formada və perpendikulyarlıq 90 dərəcəli bucaq əmələ gətirirlər. Burada bunu qeyd edə bilərik. Sonra orada baxacağıq. Əgər çevrənin dördbucaqlının daxilinə çevrə çəkilibsə, hansı bir dənə dördbucaqlı çəksəm əgər mən, o daxilinə çevrə çəkilibsə, onda A, B, C, D. A plus B bərabərdir C plus D yaza bilərik. Daxilinə çevrəsə. Bu nə deməkdir? Məsələn, bura 3, bura 5-dirsə, bura 6, bura 2 olacaq. Çünki 3 ilə 5, 6 ilə 2. Bunların cəmləri bir-birlərinə bərabər olmalıdır. Bu 100% şəkildə doğrudur. Bu sadəcə bizə düsturlardır. Sonra əgər çevrənin daxilinə dördbucaqlı çəkilibsə, o zaman qarşı bucaqlarının cəmi bərabərdir. Və onların cəmi 180 dərəcəyə bərabər olur. Əgər indi biz şərti dəyişib çevrənin daxilinə dördbucaqlı çəksək, çevrənin daxilinə dördbucaqlı çəksək, onda A, C, B, D. Yəni, bucaq A üstə gəlsin, bucaq C bərabərdir bucaq B üstə gəlsin, bucaq D, o da bərabərdir 180 dərəcəyə. Yəni, tutaq ki, bura 130-dursa, bura avtomatik 50 olacaq. Çünki oradan artıq çıxır ki, bunların cəmləri 180 dərəcəyə bərabər olmalıdır. Çevrənin uzunluğu L bərabərdir 2πr. L burada radiusdur. Çevrə qövsünün uzunluğu lazımdır bizə. L bərabərdir 2πr alfa bölünsün 360 dərəcə. Dairənin sahəsi S bərabərdir πr kvadratı pi demək 3,14-ə bərabərdir. Radiana da çevirsək 180 dərəcə təxmini ala bilərik. 1 radian da 57 dərəcədir. Demək, pi r kvadratı sektorun sahəsini də burada qeyd eləyəcəm mən. Pi r kvadratı alfa bölünsün 360 dərəcə yaza bilərik. Demək, qövsün uzunluğu, qövsün uzunluğu. Burada bəzi bucaqların da, məsələn, qiymətlərini hesablamaq bizim üçün lazım olur. Dərəcələrlə bir yerdə. Bu qədər. Demək, çevrədə öyrənmiş olduq nələri? Diametrin radiusa bərabər olmağı, toxunanın, kəsənlərin, vətərlər haqqında, tam çevrənin 360 dərəcə, mərkəzi bucaq söykəndiyi qövsə daxilə çəkilmiş söykəndiyi qövsün yarısına bərabərdir. Bucaqlarla bağlı münasibətdə nəyə baxdıq? Bucaqların cəminin yarısı vətərlər kəsişəndə həmin o alfa plus beta bölünsün 2 həmin bu bucağa daxilə vətərlər daxildə kəsişərsə əgər ona bərabərdir. Və toxunanla kəsənlər arasındakı bucağı hesablamaq üçün qövsləri çıxıb 2-yə bölürük və məsafələr bilirik ki, toxunanlar bərabər məsafədədirlər çevrədən və onlar bir-birlərinə perpendikulyar olmağı göstərdi. Sonra metrik münasibətlərdə kəsənlərin xassələrini və toxunandan kəsənin xassəsini eyni zamanda da göstərdi ki, daxildə kəsişən vətərlərin xası orada qeyd kimi də göstərdi ki, əgər onlar bir-birlərinə perpendikulyar olarsa necə olacaq? Daxilinə çevrə çəkəndə və xaricinə çevrə çəkəndə olan münasibətlərə baxdıq və onların uzunluğu, çevrənin uzunluğu, qövsün uzunluğu, çevrə qövsünün uzunluğu
və dairənin sahəsi və dairə sektorunun sahəsi.